Salam değerli izləyicilərimiz. Bugün bəlkə də bir çoxlarınızın gördüyü, lakin faydaları haqqında məlumatı olmayan bir bitki haqqında danışmaq istərdim. Adi kasını bitkisi Astracheya dəstəsinin mürəkkəb çiçəklər fəsiləsinə aiddir. Müxtəlif rayonlarda, yəni müxtəlif adlarla adlandırılır. Bəzən göyüm çiçək, adi kaslı, mavi hindiba və s. müxtəlif adlarda olur. Faydaları isə saymaqla bitməyən faydaları vardır. Azərbaycan demək olar ki, bütün bölgələrində rast gəlmək olur. Tərkibində inulin, antioksidantlar, vitaminlər, flavonoidlər, polifenollar, vitaminlərdən A, C, B qrup vitaminləri, minerallar, fosfor, kalsium, magnezium, dəmir, acı maddələri, yəni tərkibi kifayət qədər zəngin bir bitkidir. Əsasən mədə-altı vəzin və qaraciyərin yağlanması, piylənməsi xəstəliklərində geniş istifadə olunur. Ümumiyyətlə, yalnız qaraciyər deyil, bədəndə olan bütün iltihabi xəstəliklər zamanı kasını bitkisinin kök və kök ümsovundan daha çox istifadə olunur. Çiçəklərindən də eyni şəkildə. Mədə-altı vəzin və qaraciyərin yağlanması, piylənməsi zamanı köklərindən istifadə olunur. Tərkibindəki inulin probiotik lifdir və bağırsaq florasını dəstəkləyir. Mədə turşuluğunu tənzimləyərək həzm problemlərini, qəbizliyi və şişkinliyi azaldır. Qanda şəkəri nəzarətdə saxlayır, tənzimləyir, yəni arıqlamağa kömək eləyir. Həmçinin maddələr mübadiləsini sürətləndirdiyi üçün antioksidant təsiri sayəsində hüceyrə yaşlanmasını ləngidir, pis xolesterin səviyyəsini aşağı salır, xroniki iltihabi xəstəliklərdə, artrit, qut və s. kimi xəstəliklərdə simptomları azalda bilir. Antioksidant və iltihab əleyhinə təsiri tərkibində olan polifenollar sərbəst radikalları zərərsizləşdirir və hüceyrə yaşlanmasının qarşısını alır. Böyrəklərə müsbət təsiri var, sidik qovucu təsiri var, tənzimləyərək toksinləri sidik yoluna xaric edilməsinə kömək eləyir. Sakitləşdirici, stres azaldıcı təsiri var. Yuxusuzluğu aradan qaldırır. Yəni faydaları saymaqla bitməyən bir bitkidir.